Salam, bu videoda İsrail haqqında danışacağıq. İsrail bütünlükdə Şimal və Şərq yarımkürəsində, Avrasiya materikində, Asiya qitəsində yerləşir. İnzibati ərazi quruluşuna görə unitar, idarəetmə formasına görə isə parlamentar respublikadır. Sahilləri iki okean suları ilə yürür. Burada Atlantik okeanın Aralıq dəniz suları və Hind okeanının Qırmızı dəniz suları, daha dəqiq Akaba körfəzinin suları ilə yuyulur. Sərhəd olduğu ölkələr Livan, Suriya, İordaniya. Burada Fələstin də var, amma Fələstin müstəqil ölkə kimi tanınmır və Misir dövlətləri ilə həmsərhəddir. Səudiyyə Ərəbistandan sərhəddi mövcud deyil. Ərazisi iki iqlim qurşağında yerləşir, tropik və subtropik. Subtropikin Aralıq dəniz iqlimində yerləşsə də, burada səhralara geniş rast gəlinir. Ən məşhur səhralarından biri də Arava səhrasıdır. Arava səhrasında kənd təsərrüfatı yüksək səviyyədə inkişaf etdirilmişdir. Bu da texnika və texnologiyanın gücü ilə əlaqədardır. İsraildə çalışan bir nəfər təsərrüfatı ilə təmin edə bilir və bu göstəriciyə görə dünyada birinci yerdədir. Və İsrailin ümumdaxili məhsulunun 20%-i kənd təsərrüfatı hesabına formalaşır. Və əkinçilik əsasən substraklı əkinçilik, yəni torpaqsız əkinçilik üzərində formalaşıb, qurulub və burada hidropondan geniş istifadə edilir. İsrail köçürmə kapitalist ölkələr qrupuna daxildir. Köçürmə kapitalist ölkələr qrupuna daxil olsa da, bura müstəmləkə olmamışdır. Yəni İsrail lobbisi hesabına inkişaf etmişdir. Və inkişaf etmiş ölkələr qrupuna daxildir təbii ki. Paytaxtı Təl-Əviv, yeni məlumatlara görə isə Qüds şəhəridir.